Bəzən bir otağa giririk, nəyin dalınca gəldiyimizi unuduruq. Ya da bir anda yadımızdan çıxır. Amma maraqlısı odur ki, yaddaşımızı gücləndirmək tamamilə bizim əlimizdədir. Bugün sizə elə 7 qidadan danışacağam ki, onlar beynin enerjisini artırır, yaddaşı kəskinləşdirir və zehni performansı yüksəldir. Bu qidaların çoxu gündəlik həyatda qarşımıza çıxır. Amma onların belə təsirli olduğunu çox az adam bilir. Videonu sona qədər izləyin, çünki bəziləri sizi doğrudan da təəccübləndirəcək. Əgər bu cür maraqlı və faydalı sağlamlıq videolarının davamını görmək istəyirsinizsə, indi kanala abunə olun və bu videonu bəyənməyi unutmayın. Sizin bir dəstəyiniz bizim üçün böyük motivasiyadır. Sarımsaq, beynin gizli gücü. Sarımsaq təkcə yeməklərə dad vermir, həm də beynin fəaliyyətini qoruyan və gücləndirən təbii vasitədir. Onun tərkibindəki maddələr beyinə gedən qan axınını artırır. Bu da hüceyrələrin daha çox oksigen və qida almasına kömək edir. Nəticədə yaddaş, diqqət və düşünmə sürəti yüksəlir. Sarımsağı mütəmadi şəkildə qəbul edən insanlarda zehni yorğunluq və unutqanlıq daha az müşahidə olunur. O, beyindəki iltihabı azaldır, hüceyrələrin bir-biri ilə əlaqəsini gücləndirir və sinir sistemini sakitləşdirir. Gündə bir diş sarımsağı ac qarnına yemək və ya yeməklərə əlavə etmək onun faydasını maksimum dərəcədə göstərir. Bəzən sadə bir vərdiş insan sağlamlığında böyük fərq yaradır. Sarımsaq da elə bu cür vərdişlərdəndir. Ucuz, asan tapılan, amma yaddaş üçün inanılmaz gücə malik bir qidadır. Soğan, yaddaşı qoruyan tərəvəz. Soğan çoxumuzun gündəlik mətbəxində yer alan sadə bir tərəvəzdir. Amma onun beyin üçün təsiri çox az adam tərəfindən bilinir. Xüsusən qırmızı soğan yaddaşın qorunmasında və beyin hüceyrələrinin sağlam qalmasında mühüm rol oynayır. O, beyinə oksigen daşınmasını artırır və zehni yorğunluğu azaldır. Soğanın tərkibindəki təbii maddələr beyin hüceyrələrini sərbəst radikalların zərərindən qoruyur. Bu da yaddaşın zəifləməsinin və erkən yaşlanmanın qarşısını alır. Mütəxəssislər onu az bişmiş və ya çiğ halda qəbul etməyi tövsiyə edirlər. Çünki istilik onun faydalı təsirini azaldır. Daimi istifadə zamanı soğan həm yaddaş, həm də diqqət üçün təbii dəstək rolunu oynayır. Gündəlik qidalanmada sadəcə bir az miqdarda belə olsa, onun beyin üzərindəki müsbət təsiri qısa müddətdə hiss olunur. Günəbaxan tumu, beyin üçün təbii vitamin. Günəbaxan tumu çoxlarına sadə qəlyanaltı kimi görünür, amma beyin üçün əsl vitamin mənbəyidir. Onun tərkibində bol miqdarda E vitamini var ki, bu da beyin hüceyrələrini zədələnmədən qoruyur və yaddaşı gücləndirir. E vitamini beynin yaşlanmasını ləngidir, diqqəti artırır və düşünmə qabiliyyətini uzun müddət qorumağa kömək edir. Gündə cəmi bir ovuc günəbaxan tumu yemək beynin enerji səviyyəsini sabit saxlayır və zehni yorğunluğu azaldır. Bu tumlar həm də maqnezium və sink kimi minerallarla zəngindir. Bu maddələr sinir sistemini gücləndirir, stresin təsirini azaldır və beynin balanslı işləməsinə şərait yaradır. Sadə, ucuz, amma təsiri böyük olan bu qidanı rasiona əlavə etmək yaddaş üçün çox faydalıdır. Bal, beynin enerji mənbəyi. Bal çoxlarının sevdiyi təbii şirindir, amma onun beynə təsiri çox vaxt unudulur. Balın əsas xüsusiyyəti ondan ibarətdir ki, o beynə təbii enerji verir. Beyin əsasən qlukoza ilə qidalanır və bal bu enerjini ən təmiz şəkildə təmin edir. Səhərlər bir çay qaşığı təbii bal yemək yaddaşı və diqqəti gücləndirir. Bal beyindəki sinir əlaqələrini dəstəkləyir, stresin və yorğunluğun qarşısını alır. Onun tərkibindəki təbii fermentlər zehni aydınlığı artırır və fikirləri toplamağa kömək edir. Ən yaxşı nəticə üçün balı isti su, süd və ya limonla qarışdıraraq içmək olar. Amma burada əsas şərt odur ki, bal təbii və keyfiyyətli olsun. Çünki süni bal beyinə heç bir fayda vermir, əksinə, orqanizmi yükləyir. Nar, təbii yaddaş şirəsi. Nar təkcə dadlı meyvə deyil, yaddaş üçün əsl möcüzədir. Onun tərkibində olan təbii maddələr beyin hüceyrələrini qoruyur və qan dövranını yaxşılaşdırır. Beyinə daha çox oksigen və qida çatanda yaddaş da güclənir, düşünmə qabiliyyəti daha aydın olur. Gündə bir stəkan təbii nar şirəsi beynin fəaliyyətini canlandırır, diqqəti artırır və zehni yorğunluğu azaldır. Nar həmçinin beyindəki iltihabı azaldır və yaşlandıqca yaranan unutqanlığın qarşısını alır. Narın tərkibindəki parlaq qırmızı maddələr, antioksidantlar beynin yaşlanma prosesini yavaşladır. Bu səbəbdən alimlər onu təbii yaddaş içkisi adlandırırlar. Ən yaxşısı təbii nar yemək və ya təzə sıxılmış şirəsini içməkdir.
çünki paketlənmiş şirələr faydasını itirir. Sadə, amma təsirli bu meyvə həm yaddaş, həm də beynin ümumi sağlamlığı üçün gündəlik rasionda olmalıdır. Zəncəfil. Zehni oyanıqlıq üçün. Zəncəfil çox vaxt soyuq dəyməyə qarşı istifadə olunur, amma onun beyin və yaddaş üçün də möcüzəvi təsiri var. Bu ədviyyə beyinə qan axınını artırır, hüceyrələrin daha yaxşı qidalanmasına kömək edir və diqqəti gücləndirir. Zəncəfili mütəmadi istifadə edən insanlarda zehni çeviklik, fokus və yaddaş daha güclü olur. Xüsusilə səhər və günorta saatlarında içilən zəncəfil çayı beyni aktivləşdirir və gün ərzində enerji balansını qoruyur. Onun tərkibindəki faydalı maddələr beyindəki iltihabı azaldır, stress hormonlarını tənzimləyir və beynin daha sakit, balanslı işləməsinə kömək edir. Zəncəfili bal və limonla birlikdə istifadə etdikdə təsiri daha da güclənir. Sadə, lakin çox güclü bu bitki həm bədəni, həm də zehni oyandırır. Təbii beyin dopingi kimidir. Fındıq. Beynin yanacağı. Fındıq həm dadlı qəlyanaltıdır, həm də beynin ən güclü təbii yanacaqlarından biridir. Onun tərkibindəki faydalı yağlar, vitaminlər və minerallar beyin hüceyrələrinin sağlam qalmasına kömək edir. Gündə bir ovuc fındıq yaddaşı gücləndirir, diqqəti artırır və zehni yorğunluğu azaldır. Fındıqda xüsusilə E vitamini və maqnezium çoxdur. Bu iki maddə birlikdə beyni stressdən qoruyur və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Daimi istifadə zamanı fındıq beynin enerji səviyyəsini sabit saxlayır və uzun müddətli yaddaşı möhkəmləndirir. Bəzi alimlər fındığı beynin təbii qalxanı adlandırırlar. Çünki o, həm hüceyrə zədələnməsinin qarşısını alır, həm də zehni çevikliyi qoruyur. Sadəcə gündə bir ovuc qovrulmamış və duzsuz fındıq yemək bu təsiri göstərmək üçün kifayətdir. Fındıq həm ağlı, həm də əhvalı gücləndirən ən əlçatan qidalardan biridir. Beynimiz bədənimizin ən dəyərli hissəsidir və onu qorumaq öz əlimizdədir. Gördüyün kimi yaddaşı gücləndirmək üçün bahalı əlavələrə ehtiyac yoxdur. Sadəcə bu 7 təbii qidanı gündəlik rasionla əlavə etməyin kifayətdir. Kiçik dəyişikliklər bəzən böyük fərqlər yaradır. Əgər bu videodan yeni nəsə öyrəndinsə, kanala abunə olmağı və videonu bəyənməyi unutma. Bu həm bizə motivasiya verir, həm də sağlam gələcək ailəsinin böyüməsinə kömək edir. İndi isə səndən bir sualım var. Bu qidalardan hansını sən daha çox istifadə edirsən və fərq hiss etmisənmi? Cavabını rəyə yaz. Bəlkə də sənin təcrübən başqalarına ilham verəcək.